Son vaxtlar ətrafımızda bir çox insandan mənim xəbərim olmadan adıma kredit götürüblər və hər hansı əməliyyatı icra ediblər kimi ifadələr eşidirik. Əslində isə məsələnin tam mahiyyətinə varanda bəlli olur ki, şəxs özü də bilərəkdən və ya bilməyərəkdən bu proseslərdə iştirak edib. Bizim xəbərimiz olmadan deyəndə ki, vöyünün açılması, kreditlərin götürməsini birbaşa olaraq xəbərimiz olmaya bilər vətəndaşların. Amma onların heç bir iştirakı olmadan da vöyünün açılması prosesi baş vermir. Belə ki, vətəndaşların etimadından sui-istifadə edərək bəzi şəxslər var ki, vətəndaşların adından asan imza alırlar. Hətta bunun qarşılığında həmin şəxslərə kiçik məbləğdə ödənişlər edirlər və yaxud da qeyd edirlər ki, sizin adınıza şirkət atacaq, sizin orada əmək stajınız olacaq və adınıza sosial sığorta, pensiyanıza təsir edəcək sosial sığorta ödənişləri olacaq və vətəndaş da bu cür göstərilən sanki xoş təklifə müsbət cavab verir və öz adına asan imza ilə sertifikatlaşdırılmış sim kart alınır və verilir həmin şəxslərə. Artıq burada asan imza ilə sertifikatlaşdırılmış, yəni asan imzanı başqa şəxslərə vermək bir mənalı şəkildə öz imza hüquqlarını başqasına vermək deməkdir. Bu üsulla dost-tanış adına açılan şirkətlər sonradan müxtəlif qanunsuz və məsuliyyətsiz əməliyyatlar icra edir. Nəticədə vergi borcu yaranır və bu sənəddə adı keçən vətəndaşa yazılır. Faktiki idarəedici kölgədə qalır. Məsuliyyət isə rəsmən şirkətin qanuni təmsilçisinin üzərində olur. Təcrübədə rastlaşırıq ki, həmin şəxsi vətəndaşların adına şirkətlər yaradılır və həmin şirkətlərlə bir çox neqativ işlər görülür, qanunsuz əməliyyatlar aparılır və sonra şirkətdə böyük bir vergi yükü yaranır və həmin şirkətin faktiki istifadəçisi, ondan faydalanan şəxs başqa şəxslər olur, amma şirkətlə bağlı heç bir rəsmi əlaqəsi olmur. Amma birbaşa olaraq faydalanan şəxs o, həmin şəxs olur. Və bir müddətdən sonra artıq şirkət sanki bağlanılır, amma vergi yükü şirkətin üzərinə qalır. Belə olan halda da həmin şirkət haqqında, şirkətin rəhbəri haqqında artıq araşdırma aparılır qanunvericiliyə uyğun olaraq və bəlli olur ki, həmin şirkətin rəhbəri, direktoru hər hansı bir Azərbaycan regionunda, Ucqar regionunda və hər hansı bir Ucqar kəndindən yaşayan bir vətəndaşdır və ona bir hətta bildiriş gəlir, məhkəmədən bildiriş gəlir ki, sizin artıq böyük külli miqdarda vergi borcunuz var və artıq işdən keçdikdən sonra həmin vətəndaşın bu kimi hallardan xəbəri olur. Məsələnin bir başqa tərəfi isə dark webdə satılan sim kartlarla bağlıdır. Bu tip senaryolar hal-hazırda mövcuddur ki, xarici nömrələr üzərindən sim kartlar alına bildiyi kimi, Azərbaycan nömrələri üzərindən də sim kartlar alınır. Hal-hazırda dark webdə kifayət qədər Azərbaycan nömrəsi satışdadır. Hətta bunun üçün bir application, yəni mobil tətbiq yaradaraq Azərbaycan operatorlarına aid, GSM operatorlarına aid sim kartların satışı təşkil olunur və bu da o deməkdir ki, dələduzlar Azərbaycan sim kartları alaraq o addan hər hansı bir qeydiyyatdan keçib, misal üçün şirkət aça bilərlər və bunun kimi bir çox qeyri-qanuni fəaliyyətlə məşğul olub vətəndaşlara maddi ziyan vura bilərlər. Bunun üçün qeyri-qanuni fəaliyyət göstərən mobil applicationlar ölkə miqyasında bloklanmalı və həmçinin də dark webdəki Azərbaycan mobil operatorlarına aid sim nömrələr bloklanmalıdır və bunun üçün əminəm ki, aidiyyatlı qurumlar nəzarətdə saxlayırlar bu məsələni. Qeyd edək ki, asan imza şəxsi və toxunulmaz hüquq vasitəsidir. Onun istifadəsi yalnız imza sahibinə məxsusdur. İmza səlahiyyətinin ötürülməsi isə hüquq və maliyyə risklərini artırır. Mütəxəssislər vətəndaşları bu məsələdə diqqətli olmağa çağırırlar. Zemfira Rəcəb, Ağabalan Məmmədzadə, Samuray Əlizadə.